Respublikanın xalq artisti, milyonların sevimlisi Rüya gelir. Salam YouTube, mən Kamran bəy Əziz. Bu günləri sizə çox möhtəşəm bir toyu göstərəcəyik. Videonun əvvəlində gördüyünüz kimi bu günləri toyumuzda Rüya və bir çox məşhur müğənnilər olacaq. İzləyin, izləmədə qalın. İndi isə bəylə gəlinimiz Şadlıq Sarayına daxil olmaq üzrədir. Qeyd edim ki, bura Şərq Şadlıq Sarayıdır. Möhtəşəm bir Şadlıq Sarayıdır və bəylə gəlinimiz Şadlıq Sarayına artıq daxil olur. Təbii ki, üzlərini bulur edəcəyik. Bəylə gəlinimiz Şadlıq Sarayına daxil olandan sonra təbii ki, ilk rəqsini izləyəcəyik ki, hal-hazırda izləyirik. Möhtəşəm bir atmosfer var idi toyda. İstər Ümumiyyətcə Şərq Sarayda atmosfer hər zaman, həmişə çox yüksək olur. Toylarınız olduqca möhtəşəm keçir bu Şadlıq Sarayında. Özünüz də hal-hazırda görürsünüz necə gözəl Şadlıq Sarayıdır. Və bəylə gəlinin ilk rəqsindən sonra artıq toyumuzda rəsmi şəkildə açılışı olacaq. Şuşa rəqs qrupu tərəfindən izləyək. Açılışdan dərhal sonra isə Rüya xanımın ifasını görəcəyik. Yeni mahnıları ilə səhnəmizi, toyumuzu. Respublikanın xalq artisti, milyonların sevimlisi Rüya gelir. Təbii ki, Afaqanın təqdimatından sonra biz də təqdimatı elədik. Rüya xanım gələn kimi bütün toy məclisi, hər kəs ayaqda oynayırdı.
Toyumuz o qədər həmiş çox şən keçdi, çox Qısa verəcəm Röya xanımın ifasını ki, bizdə YouTube'da problemimiz olmasın. Müəllif hüququ tərəfindən 25 Yine qayıtdın ata evinə. Ama sənə burayı araşdırdım. Dedin ya. Mikrofon. mikrofonda qalıb. Vüsal deyəsən hər Olub. bütün aparatı ailəmdə dəydi bir-birinə. Bəli. Atıva ailəsi dediyinə görə səni çox yarım. Aysel xanımı görürük hal-hazırda. Ömərova sevimli aparıcımızdır. Və toyumuzun əsas aparıcılarından biri Namik Gərayzadə idi. Möhtəşəm toy aparırdı. Salamlarımızı göndərik Namik bəyə. Və hal-hazırda Şərq Sarayın interyerini göstəririk sizin üçün. Və gəlinimizin üzünü bulur edəcəyik. Xoşbəxtlik arzu edirik hər iki gəncimizə. Toyumuzun başdan sona kimi Namik bəy apardı, möhtəşəm apardı, atmosferini apardı. Demək olar ki, bəylə gəlini qoymadı otursun. Özünüz hal-hazırda görürsünüz. Namik bəyin üslubu xalq mahnılarını ifa edir əsasən. Təbii ki də gedişatdan asılı olaraq növbəti dəqiqələrdə diskoteka mahnılarda ifa etdi. Şərq Sarayda keçirilən bu möhtəşəm toy, ümumiyyətcə Şərq Sarayı haqqında çox danışmağa ehtiyac yoxdur. Onsuz da sözünü demiş bir şadlıq sarayıdır. Ən yaxşısı özünüz gedib bu şadlıq sarayına öz gözünüzlə baxasınız, necə möhtəşəm yer olduğunu özünüz görəsiniz. Bəndimiz də artıq şadlıq sarayımıza daxil olub. Bəylə gəlin də maşallah olsun. Toyumuzu ne keçir? Bir alkışlayalım bey gelmişsin. Bravo be! Adamın lab evlənməyə gəlir. İlimizdə, obamızda de ki, həmişə toy, bayram olsun.
və bənd qrupu artıq daxil olub şadlıq sarayımıza. Təqdimatıdır. Qeyd edək ki, bu təqdimatı Şərq Sarayı hədiyyə edir. Və aş təqdimatı artıq sona yetdi və qısa tuturam ki, çox toydan yormayım sizi və tort təqdimatıdır artıq bəyləyin gəlin üçün qeyri-adi tort təqdimatı oldu bu toyda. Hazırda da görürsünüz. Tortdan sonra isə bəyləyin gəlin rəqsini görəcək. Güzel bir video slide hazırlanıp stand-up fikirlerimiz maytorlarda olsun. Və bəyləngəlimizin rəqsini hal-hazırda görürsünüz. Bir-birlərinə yaraşan iki cütlük. Yavaş-yavaş biz də videomuzu sonlandırırıq artıq sizinlə bərabər. Kamran bəy əziz idi, özünüzə yaxşı baxın, hələlik.